Sertifikatlaşdırma prosesində kimlər iştirak eləməyəcək? Hamilə qadınlar, uşağının 3 yaşına dək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar və uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar 3 il müddətində, azı 3 dəfə sertifikatlaşdırılmadan keçmiş şəxslər. Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər təhsil verənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar? Xeyr, təhsil verənlərin sertifikatlaşdırılması prosesinə müddətsiz əmək müqaviləsi ilə azı 3 il çalışan müəllimlər cəlb olunacaq. Sertifikatlaşdırmada iştirakla bağlı yaş məhdudiyyəti varmı? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10.1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsil verənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur. Nəzərinizə çatdıraq ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırılmada iştirakı könüllüdür.